İlk önce özünüzü təqdim edin. Adım Röyal. Aa. Dal yoxdur. Yaşım da 34 yaşım tamam olacaq. Avqustun 28. İnşallah. Əsgərov buraya. Bəli. Rusiyada doğulmuşum, Saratovda. Ha, maşallah. Hə, 3 yaşımdan sonra gəlmişik Azərbaycana. ha, maşallah. Onda demək olar ki, ömrü böyük hissəsini orada yaşayıbsan da, hə? Yox, 3 yaşımda gəldim. Hə. Boyunuz neçədir? Boyum 1 metr. Hə. Gülə-gülə sual verin də, sualını ver. Hadi, efir deyil. Hə. Se- Sevdiğiniz Gülmədən jurnalist elə mi sual verir? biraz ciddi olaq. Sevdiğiniz şəxs var mı? Yox, hal-hazırda yox. Niye böyle? Yox, nə bilim. Olmasa laf yaxşı. Başın kulağını saçtı. Hə, dinləyicilərimiz də qulaq assınlar. Hə, saf birisiniz yoxsa bir çox? Safam. Yox deyirəm, safam. Çox gözəl. Amma istəmirəm ki, allanam. Amma bu yaşım əlmişim allanam. Maşallah. Belə baxıram, Allah'ın adam olacağımız. Sadə birisiniz yoxsa Rüsovka? Sadə bir insanım. Cəmiyyət içərisində tək gəzirsiniz yoxsa axıranla? Tək gəzirəm, amma gecə kimləsə bayıra çıxıram. Qorxuram. Qorxuram. Məşhurluğun nə kimi çətinlikləri var? Məşhurum heç bir çətinliyi yoxdur, yaxşı tanım. Hı. İstəyirəm hər bir yerdə şəklim olsun, hər bir yerdə yapışdırsınlar. Hı. Məşhur olmaq üçün sizin məşhur olmaq üçün hansı yollardan keçmək lazımdır? Yəni sizin səviyyəyə çatmaq üçün nələr etməliyik? Biz gənclərə necə izah edə bilərik? Amma TikTok çox çətindir. Çətindir. Birdən qanmazın uşaq ağılla gələn yazır. Amma biz onu silirik. Baxır ki, qanmalı. Yox, məşhur olmaq üçün nə yollardan keçmək lazımdır ki, sizin kimi reytinqimiz olsun, məşhurlaşaq? Sən özün məşhursun. Mən də sənin yanında məşhur olmuş. Yox, yaxşı. Neyse, o suala bir quş. Bu geyim sektorunda məşğul olmaq hardan ağlınıza gəldi? Bu geyimin hamısını sən təşkil edirsən. Yəni, mən jurnalistəm, mən sual cavab eləyənəm. Yox, geyimi hamısını sən təşkil edirsən. Sağ ol. Və bildiyimizə görə siz bu sahəyə gəldikdən sonra ölkədə güclü rəqabət və qiymətlərin sürətlə endirilməsi baş verdi. Endirməsi olsa yaxşı. Çünki nəhaliyə elə də insanı var, pulu yox. 100 manatla gəlmək istəyir ki, çox mallar alır. Biz də insanlara xeyir vermiş olur. Misal üçün, çox vaxt biz görürük ki, sən əhalinin içindədir, yəni cəmaatın yanında tək gəzirsən, küçədə, bayırda. Bu qorxulu tərəfi, yaxşı tərəfi nədir? Bu izahı verin görək. Onların heç ası məndən işi yoxdur ki, ona görə bilirəm ki. Yəni özün sadə adamsan da, yəni belə. Bəli, ən güclü adam olsa da belə qalmaqalı yaradan olsun. Onun söhbət edeyim, hamısı yolla düzəlir. Qan bağlayan adamsan. Bəli. Bir də bir qadın alım demin nə olub, başına da dönüm də 5 gün üstünüyədir. Dava yaratmaq lazımdır. Axırıncı dəfə Gədəbəydən çıxandan sonra demişdiniz ki, mən Gədəbəyə bir başqa cür qayıdacam. İndi qayıtmaq vaxtıdır, yoxsa elə Bakıda şey eləmək istəyən bizi, nə deyirlər? Hələ Bakı deyim, ha vaxt deyəcəksin ki... Hələ çəkəcəyimiz var. Ha vaxt deyəcəksin ki, çıx get, ondan sonra gedəcək. Aya, mən jurnalistəm dedim, mən sənə sual verənəm, məni qatma. Ən yaxın dostunuz İlyas bəy haqqında nələr danışa bilərsiniz? İlyas bəylə istədiyim vaxt zəng eləyim, istədiyim sözü çəkinmədən deyirəm. Ondan sonra haradasan, işə gəl. İstəsəm
İkidə də zəng elə bilər, mütəs zəng eləmirəm. Nəsə bir problem olsa. Hı. İstədim ki, bölüşə bildim. Deyə bilirəm. Hətta bir yerə çay da içməyə getsəm, o gün mən deyirəm ki, falan yer. Bir tay düşün. Bir ara eşitdiyimizə görə içki aludəsi olmusunuz. Yəni o haqqda nə deyə bilərsiniz? Elə deyirlər, yəni bütün sosial şəbəkə dağılır, deyir ki, o bir ara el arasında alkaş deyirlər. O sözlər, söhbətlər nəyə görə yayılır? Yalan, şəhər böyükdən. Böyükdən. 5 aydır sən yanındayım. Yəni çörəyimizi, yeməyimizi. Açıq mən ayıq vaxtı görməmişəm. Onda sən nə eləmişik sənlə? Buradan bizim Azərbaycan cəmaətinə nə demək istəyirsən millətimizə? Bizə dəstək olsun, gəlsinlər, alış-veriş eləsinlər. Bizə də xeyir versinlər. Bəli. Ya bir də üzr istəyirəm, o ürək ki göstərsiniz, bax belə. Onun mənası nədir? O bilərəkdən elə tutursan, yoxsa elə alınır? Yox, elə alınır. Barmağım göydəkdir, bilmirsən? Mən bilirəm, cəmaata izah edək. Yox, pis vərdişlərim yoxdur. Çünki mən heç kimlə oturub durmuram. Səndən başqa. Çörək də yeyəndə, çay da içəndə, su da içəndə. Çox vaxtlarım səndən sərf edir. Yəni heç kimlə o. Çünki kənar şəxsinə niyə oturmuram ki? Başıma nə iş gəlsə, problemlər olmaz. Ücü sən yanında nə olsam, ücü sən ötəndə. Kişi adamsın. Bax, bu bizim Real bəydir. Bütün hamının üzün güldürməklə məşğuldur. Həqiqətən də insanlar həm hörmət edir, həm də ki, çöldə, bayırda biz maşınla, nə bilim, piyada gəzəndə belə hamı görəndə sevincək bir salam verir. Həm də hörmətlə. Bu elə ən böyük uğurumuz bu da. Bir də şoxlar çəkdirdiyi şəkildə. Onlar şox 3 yaşındır. Onlar sevir todarlaq. Ürəkləndə. Bu balaca şoxlar var, 3 yaşında, 2 yaşında. Ona görə hamını dəvət edirik, ən azından bir dəfə də olsa ekspres ucuzluğa gəlsinlər. Həm Real bəyi sevindirsinlər, həm məni sevindirsinlər, həm alış-veriş eləsinlər, həm qabağa düşsünlər. Həm də laf gün belə nətər deyim, alverdə bütün Bakı alverindən biz gündəm dolaq. Çünki ucuzluq bizdədir. Bizə dəyər. Amma kişi kimi ucuzluqdur ha bizdə. Bəli, bizə dəyər vermək lazım. Sağ olun, var olun. Sağ ol.